Xroniki stres orqanizmə necə təsir edir və bundan necə azad olmaq olar? Stres zamanı beyində qaç və qorun sistemi aktivləşir. Normada bu bizim qoruyucu sistemdir. Amma uzun müddət aktiv olanda əks təsirləri olur və xüsusilə artıq çəkiyə səbəb olur. Bundan başqa, bunun əsas problemi prefrontal zonaya təsiridir. Bu zona bizim məqsədlərimiz, pozitiv düşüncələrimiz, özünü idarə etmə və ən vacibi daxili sakitçilik hissinə cavabdehdir. Ən maraqlısı bilirsiniz nədir? Bu sistemlər əslində əlavə boşluq kimidir, ya da bu kaçeli kimidir. Biri aktiv olanda, biri zəif olur. İndi isə texnika. Buna necə təsir edə bilərik? Beyinə təhlükə yoxdur deyə siqnal verən bir tanış bir məkan və yüngül hərəkət lazımdır. Bu zaman prefrontal zona yenidən aktivləşir və avtomatik olaraq stres zonası zəifləyir. Amma bu vəziyyətdə stres qətiyyən olmamalıdır. Bu da bu vaxt üçün çox qurumuş deyil. Amma sadəcə gedək çay içək deməyin, əslində bu da o kateqoriyadandır. Sizə stresin mexanizmindən və ondan necə azad olmağın texnikasını deyəcəm. Stresi çıxardan desən elə bu olacaq.